قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ. Allah sallallahu aleyhi ve sellem Ayşə radiyallahu anhəni bir dəfə çağırır və gec cavab verir. Və deyir ki, nə edirdin? Deyir ki, dua edirdim ya Rasulullah. Deyir ki, dualar edəndə, yəni qısa və mənalı dualar et. Dedi, necə dua edim? Deyir ki, denən ki, Allahümmə dünyada və axirətdə bildiyim və bilmədiyim xeyirləri səndən istəyirəm. Allahım, dünyada və axirətdə bildiyim və bilmədiyim şərlərdən sənə sığınıram. Allahım, cənnətə aparan bütün əməlləri səndən istəyirəm. Cəhənnəmdən yəni uzaqlaşdıran bütün əməllərdən, yəni cəhənnəmə aparan bütün əməllərdən sənə sığınıram. Allahım, Peyğəmbər sallallahu aleyhi ve sellem bütün istədikləri səndən istəyirəm. Onun sığındıqları hər şeydən mən də sənə sığınıram. Allahım, bizə təqdir etdiyin qədərin aqibətini asan et. Allahu Akbar. Yəni, fikir verin, gör, nə qədər, yəni bu dua da çox möhtəşəm duadır. Yəni, ümumi dua edirsən, bir dənə dua bütün dünya xeyirlərini, axirət xeyirlərini salır onun içinə. Ona görə yəni, bu duaları insan gərək həyatında qaçırmasın. Və sonra buyurur ki, وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا تَعْلَمْ Sənin bildiyin bütün şərlərdən sənə sığınıram. Və sonra baxın, duanın ədəbi. Allah Azze ve Celle ilə olan ədəb. Yəni, sən bilirsən ki, mən günahkaram. Deyir ki, وَاسْتَغْفِرُكَ لِمَا تَعْلَمْ Sənin bildiyin bütün günahlardan da səndən istiğfar edirəm, bağışlanma diləyirəm. Bax, istiğfar elə şeydir ki, biraz öncə qudsi hədis dedik. Deyir ki, ya binə Ədəm, ey Adəm övladı, yəni sən günahkarsan, Adəm övladı, yəni günahkarsan. Bəzi alimlər deyir ki, nəyə görə Adəm övladı adı ilə başladı? Çünki insan günahkardır ona görə. Yəni Adəm cənnətdən günahla çıxmışdı ona görə. Deyir ki, ya binə Ədəmin, deyir ki, innək ləv bələğət zunubukə anənəs səmə. Yəni bu hissəsini deyir. Əgər günahların göyün qatına qədər çıxsa, thumma istəğfərtəni. Sonra sən məndən bağışlanma diləsən, qafartu ləkə alə məkənə fik və lə ubəli. Səndən nə baş verirsə, mən səni bağışlayıram, heç fikir də vermərəm.